Bugün həyatımızın ən gözəl günüdür. Əziz balam, sevimli oğlum, körpəlikdə nurani olan ədəbi ilə, əxlaqı ilə, sakit duruşu ilə, oturuşu ilə hər bir uşaqdan seçilən oğlumuzun ad günüdür, şərəfli günüdür. Ömür yollarına baxdıqca mən balamla həmişə fəxr etmişəm. Fəxr edirəm ki, belə bir layiqli evladımız var. Yəni, bu kəlimə görə Allahımdan üzr istəyirəm ki, yəni bütün təriflər hamısı Allaha layiqdir. Amma biz evladımızdan çox razıyıq. Allah da ondan razı olsun. Elə körpə vaxtından bu uşağımızda qeyri-adi gözəllik var idi, nuranilik var idi, ədəb var idi, əxlaq var idi. Bilirdik ki, uşağımızın gələcəyində çox gözəl belə deyək də davranışlar var. Bütün alimlərə nə deyərəm ki, həyatın ən gözəllikləri, dünyada nə qədər gözəllik varsa, bütün alimlərlə yanaşı, mən də oğlumun olsun. Həyatında heç vaxt oğlum, neyiniyim, necələm eləməyəsən. Həyatda nə qədər istəklərim varsa, yəni bugünkü günə və əl çatmaz arzularım varsa, bütün arzularına sənlə vahəm, bütün cavanlarımı çatsın. Amin Allah. Bugün sual eləsələr ki, sən necə fəxr eləyirsən həyatında? Mən özümlə yox, mən ona görə fəxr eləyərəm ki, mənim belə deyək də, insanların ədəbi özü ilə yox, onların evladlarıyla ölçülür. Mən belə bir evladım sənlə bərabər, yəni qeyri evladlarımız da var. Mən bugün alnı açıq, üzü ağ fəxr eləyirəm ki, sizin kimi evladlarımız var. Yəni özün də bu yetişmədə, belə deyək də, iradə öz möhkəm olub, diliz düz olub, gözüz düz olub. Mən çox fəxr eləyirəm. Ad günün mübarək olsun. Çox gözəl, belə neçə belə illərə çıxasan. Mən necə sizlə fəxr edirəmsə oğul, mən ən ürəyimdən gələn ən belə də doğru sözüm budur. Mən necə sizə baxır fəxr edirəmsə, siz də evladlarınıza baxıb bax belə fəxr edəsiniz. Mən həyatda ən böyük arzum, bütün cavanlar ədəbli, əxlaqlı, imanlı olsunlar, təqvalı olsunlar. Mən də Allahıma çox təşəkkür edirəm. Çox təşəkkür edirəm ki, belə bir evladlarım var. Sağ ol oğlum, Allah səni var eləsin.